Milli mətbuatın yaradılmasının 151-ci il dönümü münasibətilə Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. APA'nın yerli bürosunun məlumatına görə, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısının müavini, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, APA İnformasiya Agentliyinin Qərb bölgəsi üzrə müxbiri Fuad Nazimoğlu, digər media nümayəndələri və digər məsul şəxslər iştirak edib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov iştirakçıları təbrik edib. Ölkədə mətbuatın keçdiyi inkişaf yolundan söz açaraq bildirib ki, bugün mətbuat təkcə informasiya vasitəsi deyil, həm də ictimai nəzarətin və vətəndaş cəmiyyətinin mühüm dayağı kimi çıxış edir. Çıxış edənlər Azərbaycan mətbuatının formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın informasiya sahəsində müasir çağırışlara cavab verən, peşəkar, etik dəyərlərə sadiq, medianın formalaşmasına dəstək göstərdiklərini bildiriblər. Sonda media nümayəndələrinə təşəkkürnamə və hədiyyələr təqdim edilib.